Sizcə də bizi aldatmadılarmı? Həyatı sadəcə kitablardan oxuyan psixoloqlar, koçlar bizə demədimi, bizə öyrətmədimi ki, enerjini çəkən insanlardan uzaq dur, səni incidən insanlardan uzaq dur, həyatından çıxart o insanları. Axı bizim həyatımızdan çıxarda bilmədiyimiz insanlar da var, həyatımızdan çıxarda bildiklərimizlə bərabər. Bunlar bizim atamız, anamız, bacımız, qardaşımız, qohumlarımız da axı, istər ailəmizin qohumları, istər öz qohumlarımız, əmmimiz, dayımız, xalamız, bibimiz. Axı biz bunları həyatımızdan çıxarda bilmərik. Biraz diqqət eləyin, sadəcə sual verəcəm bunu etmiş insanlara. Qohumluq münasibətlərini kəsən insanlara bir sualım olacaqdı. Bunu edəndən sonra roziniz, bərəkətiniz, huzurunuz azalmayıbmı sizcə? Çünki mən bunu müşahidə edirəm insanların həyatında. Görürəm ki, eynən elədir. Peyğəmbərimiz də bizə buyurub ki, qohumluq münasibətləri insanın ruzi və bərəkətinin bolluğudur. Əvvəllər evdə bir ata işləyərdi, bütün ev o pulla dolanardı. Məsələ o rəqəmin böyüklüyündə deyil. Amma indi evdə hər kəs işləyir, amma təəssüf ki, o evdə yenə də boşluq var, yenə də doyumsuzluq var. Bax, demək istədiyim budur əslində. Məsələ o rəqəmdə deyil, bolluqda, bərəkətdədir. Sizcə də aldatmayıblarmı?